Bizdə gavalı ağacıdır, sonra Mənzərəyə xurma bax, ağacıdır, sonra yapon Bağda ənciridir. dura-dura Bəli. nə gözəl mənzərə açılır. Hə. Ümumiyyətlə bir şey deyim sizə, Vüsal müəllim. Bura hündür ərazidir. Ümumiyyətlə buranın havası asma, xəstənin əziyyət çəkənlər üçün tam əlverişlidir. Bəli. Asma xəstəliyi, ürəyində problem olan adamlar üçün buranın havası insan orqanizminə çox xeyri olan bir yerdir. Tamamilə doğru. Yəni isti keçəyində bir tərəfdir. Evin opşi arxasına keçid var. Yəni evin arxasına fırlanma olur. Evin arxasına fırlanma olur. Yəni baxın görürsünüz boşdur. Baxın 4 metr hündürlüyündə, Bəli. 4 metr hündürlüyündə bu evin arxası 4 metr. İndi bax görün hardasınız? Aşağı düşün düşə çökəyə. Yəni mən bunu istəyirəm izləyicilər buranı yadda 4 saxlasınlar. metr hündürlüyündə, Bəli. 12 metr, evin uzunluğu 12 metrədir. 12 metr uzunluğunda beton pərdədir. Pərdənin də qalınlığı 40-lıqdır. Gözəl. Hə. Burada 12 kolon var. Məndə o şəkil də var. Vermişəm sizə, onu da YouTube-a qoyarsınız. Mütləq. Hə, şəkildə görsənir, çöldən maketi görsənir evin. Yəni gedəyin evi əsas keçəcək evin arxasına. Çünki evin içinə gedəcək. Əsas evin içində başlayır proses. O tikinti nəzarla bağlı deyəcəm sizə. Deyiləsi sözlərim var. Bax istəyirəm buna. Burada bax oradan dırnaq sistemi atmışam o küfdən. Bax buradan. Bax buradan dırnaq sistemi atılıbdı bax buradan. Dırnaq sistemi opşi evin divarı, evin fundament dırnaq sistemi gəlib çıxır bura. Sağdan. Baxın. Bax həmin o dırnaq sistemin turbasıdır. Yəni ev dırnaq sistemidir. 2 il bundan qabaq evin arxası ev satılırdı, həyət ev satılırdı. Avqust ayı çöldə 45-40 dərəcə isti vardı. Buranın su gəlmişdi. Getdim baxdım arxa qonşuda dizə qədər su yığılmışdı. Deməli bura problem yoxdur. Su axsa da, nə olsa da hamısı dırnaq sistemi. İndi içəridən də izləyicilərimizi tanış eləyərik. Deməli sonra görsənik. Baxın, bu bizim beton rigimizdir. Beton rigimizdir. Bax bir divar, isə mən bəyəxlərimdə 4 metr. Bax bu həmən divardır. 4 metr. Arxadan torbanın altında. Bəli, biz yüksək yerin altındayıq biz. Yerin altındayıq. Yəni fikir verin. İş nəqətiyə nəmişlik yoxdur. Nəmişlik deyilən şey yoxdur. 4 metr hündürlüyündə 12 uzunluğunda beton pərdədir. Pərdənin də qalınlığıdır 40 sm. Biz də burada gedir birinci mərtəbə.